بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين بائس الأنبياء والمرسلين ثم الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم المصطفى محمد اللهم صل وعلى آله الطيبين الطاهرين المعصومين المنتجبين المكرمين واللعنة الدائمة على أعدائهم أعداء الله أجمعين من الآن إلى يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Dünənki və dünəndən əvvəlki məclisimizdə möminlərə vədə verdik ki, bir söhbətimizi İmam Hüseyn əleyhissalamın ziyarəti barəsində eləyək. Dünən danışacaqdıq bu mövzunu, amma əvvəlki söhbətdən bəzi suallar yarandığı üçün əzadarlıq mövzusu ilə bağlı və ona görə təxirə düşdü. Qərar oldu ki, inşallah bu günlərim İmam Hüseyn əleyhissalamın ziyarəti barəsində olan fəzilətlər haqqında, Əhl-i Beytin bu barədə olan sözləri haqqında vaxtımız qədər, fürsətimiz qədər möminlərin xidmətində olaq. Mövzuya və temaya keçid eləməmişdən əvvəl bir dənə kiçik müqəddimə olaraq, giriş olaraq qeyd eləyək ki, məsum imamların öz şiələri, dostları, sevənləri boynunda bəzi haqları var. Mən əgər iddia eləyirəmsə, Əhl-i Beyt əleyhissalamın şiəsiyəm, iddia eləyirəmsə, onların dostlarındanam, onları sevənlərdənəm, onların vilayətin iddia eləyən kimi bəzi haqlar gəlir mənim boynuma. Şəxsləri ilə bağlı, özləri ilə bağlı. İndi namaz, oruc, təqva, həc, bunlar hamısı öz yerində. Amma xüsusən imamla bağlı bəzi haqlar avtomatik gəlir bizim boynumuza. Onlardan bəziləri hal-hazırda mümkün deyil. Hüzur dövründə amma şiələrin boynunda idi. Hüzur dövrü imamların qeybdə olmadığı dövrə deyirlər. Elə ki, imamlar insanların arasında idi, gediş-gəliş var idi, görüş mümkün idi onlarla. Bir neçə dənə haqq var ki, o şiələrin boynunda idi. Peyğəmbər zamanında salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed və cəl fərəcəhum. Onlardan birincisi, həccin itmamı olaraq, həccin tamamlayıcısı olaraq, həcc mərasimi qurtarandan sonra, əgər məsum imam Mədinə şəhərində idisə, şiələrə vacib idi, lazım idi ki, həccdən qaydanda imamı ziyarət eləsinlər, ondan sonra getsinlər öz şəhərlərinə. Həccin tamamlamaq şərti sayılırdı. Əgər eləməsəydilər, həcləri naqis idi. Əgər imam Mədinə şəhərində idisə, təbii ki, bəzən imamları sürgün edirdilər, imamları bu şəhərdən o şəhərə aparırdılar. İmam Kazım əleyhissalamı, İmam Cavad əleyhissalamı Mədinə şəhərindən sürgün elədilər Bağdada. İmam Hadi əleyhissalamı Mədinə şəhərindən məcburi apardılar Samirra şəhərinə. İmam Həsən Əskər əleyhissalam da qaldı orada. Mədinədə qala bilmədilər. Amma əgər imam Peyğəmbər şəhərində idisə, şiələr gərək həcdən qaydanda imamın şəxsini ziyarət eləməli idilər. Bu, onların boynunda olan haqlardan biri idi. Təəssüflər olsun ki, bizim vaxtımızda olan Əhl-i Beyt dostları və artıq 1000 ilə yaxındır ki, Əhl-i Beytin sevənləri bu neymətdən məhrumdular. İmamın imamın şəxsini ziyarət eləmək neymətindən məhrumdular. Öz zamanə imamları ilə birbaşa əlaqə yoxdur. İndi olur, orada, burada
Görürsən ki, iddialar, filan kəs İmam Zaman əleyhissalamdan görüşdü, bəs mən kəs İmam Zaman əleyhissalamdan görüşdü. Bunların heç birinin əsası yoxdur ya əziz qardaşlar. Heç birinin əsası yoxdur. Filan alim İmam Zamanla görüşdü, filan tacir İmam Zamanı orada gördü, filan ayaqqabıçı. Hardan tanıyır İmam Zaman əleyhissalamı? İmamı görüb bəyəm? İmamı əvvəldən tanıyan adam görsə deyə bilər ki, mən imamı gördüm. Həzrəti Məhdini Allah gizlədib bizdən. Böyük qeyb dövrüdür. Əhl-i Beytin dili ilə desək, qeybəti kubra ya qeybəti tammə dövrüdür. Əgər bu qədər İmam Zamandan görüş mümkün etsə, qeyb dövrün mənası yox idi. İmamı gizlətməyin mənası yox idi. Bəli, kiçik qeyb dövründə barmaq say insanlar 1000 nəfərdən biri, bəlkə 100.000 nəfərdən biri imamla görüşə bilirdilər. Xüsusi səfirlərin vasitəsilə. Əli ibn Məhsiyar və başqaları onların bariz nümunəsidir. Amma elə ki, böyük qeyb dövrü başladı, imamın axırıncı səfirinin ömrü başa çatdı, 4-cü səfir, 4-cü nümayəndə Əli ibn Muhammed adında Həzrətin səfiri Səməri, Əli ibn Muhammed Səməri. Allah onlara rəhmət eləsin, Allah onların zəhmətlərini qəbul eləsin. Dünyasını dəyişənə yaxın İmam Zaman əleyhissalamdan məktub gəlir şiələrə. Qarşıda böyük qeyb dövrü başlayır. Kim o qeyb dövründə görüş iddiası ilə gəlsə, kəzzibuhu, inkar eləyin, deyin ki, mümkünsüzdür. Bəli, İmam Zamanı tanımadan görmək mümkündür, amma biz bilə bilmərik, o həzrətdir. Həzrət bir dənə qayda verib öz şiələrinə, öz dostlarına. Niyə verib bu qaydanı? Dükanların, mağazaların qapısını bağlamaq üçün. Allah öz höccətin qeybə çəkib, öz höccətin gizlədib, indi o gəlsə mən imamla görüşdüm, bu gəldi mən imamla görüşdüm, dində bir şey qalmaz ki. İmam mənə belə dedi, imam mənə elə dedi, dində bir şey qalmaz. Ona görə bəna budur, qayda budur, qanun budur. İmamı tanımadan görmək mümkündür. Bəli, zuhurunda nə qədər adam deyəcək ki, mən bu kişini görürmüşəm. Amma tanıyaraq görüşmək bu mümkünsüzdür. Bu bir dənə qaydadır. Ona görə möminlər dinlərində möhkəm olmalıdırlar. Dinlərin hər iddia ilə, hər yuxu ilə, hər mükaşifə ilə təəssüflər olsun ki, onsuz da biz yetimçilik dövrünü yaşayırıq. Öz imamından uzaq düşən şiə, Əhl-i Beyt əleyhissalamın təbirinə görə yetim hökmündədir. Atasız, anasız yetimdən daha pis. İmam başının üstündədir bu şiənin. Nə qədər bizim böyük alimlərimiz olsalar, böyük fəqihlərimiz olsalar, Allah onların zəhmətlərini qəbul eləsin. Allah məqamlarını uca eləsin. Bunun hamısı ilə yanaşı bizim məsum başımızın üstündədir. Biz dinimizi kağız vərəq üzərindən almışıq. İndi qıraqdan da gəlib buna yuxular qataq, mükaşifələr qataq, iddialar qataq, dində bir şey qalmaz. Yadıma gəlir, biz qumda olan vaxtlarda bəzi tələbələr var idi, düşmüşdülər iddiaçı ariflərin, bəzi ariflər var idilər, iddia əhli idilər, onların dalınca düşmüşdülər. Sonradan alimlər yığışdılar, qabağını aldı onların. Qəti şəkildə qabaqlarını aldılar. Bəzi tələbələr onun dalınca gedirdilər, mən onlarla həmsöhbət oldum. Dedim, sən hansı səbəblə, hansı höccətlə, hansı dəlillə bu kişinin ardınca gedirsən? Onun sübutsuz, dəlilsiz iddialarını vəhy olaraq qəbul edirsən. Hansı səbəbdən? Dedim, mənə yuxuda dedilər. Mənə yuxuda dedilər ki, bu kişi Allah övliyalarından biridir. Bəs onun sözlərini qəbul elə. Dedim, sənə yuxuda nə desələr qəbul eləyəcəksən? Dedim, nə desələr qəbul eləyəcəm. Dedim, sabah sən yuxuda görsün, desələr ki, sənə ev vüsat, apar pulun ver ağda daşa, qəbul eləyəcəksən. Dedi, day bu qədər yox da. Dedim, sən bir dənə evindən, maşınından keçə bilmirsən yuxundan. Sən dinini yuxun üstündə qoymusan. Yuxu üstündə din özvə qəbul eləmişsən. Ki, bu şeylərin heç birinin əsası yoxdur. Biz danışanda deyirik, iddia eləyəndə deyirik,
Peygamber sallallahu səqəleyni tapşırdı bizə. Enni tarikun fikumus səqələyn. Kitaballah və itrəti. Peygamber Kur'an'ı tapşırdı, Əhl-i Beyti tapşırdı. Onlar olmadığı dövrdə fəqihlər zəhmətimizi çəkirlər. Bunu dildə deyirik. Amma əmələ gələndə görürsən ki, o qədər ayə bilmirik, o qədər hədis bilmirik, o qədər şər'i məsələ bilmirik. Filan alim Həzrətlə görüşdü, Həzrət filan kəsə belə dedi. Bunların heç birinin əsası yox. Ona görə çalışaq ki, bu mövzuya mən neçə vaxt istirdim işarə edeyim. Bu günlər fürsət oldu. Bu mövzuda inşallah diqqətli olaq və çalışaq dinimizi möhkəm kanallardan, əzəmətli böyük fəqihlərimizin vasitəsilə alaq dinimizi. Bəs deyirsiniz ki, filan alim İmam Zamandan görüşdü, yalandı. Axı o filan alim harda deyib ki, mən İmam Zamandan görüşmüşəm? Dünyasını dəyişəndən sonra qoşurlar, yazırlar, filan eləyirlər. Şeyx Ənsariyə dedilər ki, ağa, əvvəlki alimlərin kəramətləri vardı, bəs sənin kəramətin yoxdur. Dedi, icazə ver, dünyamı dəyişim, məndən sonra da qoşacaqlar, çox qoşacaqlar. Hələ sağam, hələ nəfəsim gedir, gəlir. Alimlərin kitablarında olan və film formasında, video formasında olan sözlərindən başqa nə nəql eləsələr bizə təxminən hüccət deyil. Hətta mərhum imamın sözləri var bu barədə. Buyurur, məndən sonra mənim kitablarımda olan, öz nəşriyyatımın çap elədiyi kitablarda olan və kliplər, video formasında olan sözlərdən başqa şifahi sözlərinin heç birinin hüccəti yoxdur. Niyə? Çünki o gələcək mən İmam Xomeynidən belə eşitdim, bu gələcək mən İmam Xomeynidən belə eşitdim. Subut yoxdur, özüdür, özü eşidib. Bunun qabağı necə bağlayır? Deyir, kitablarımdan dokazatstva gətir. Danışdığım və çəkilən videolardan dokazat yox, qəbul eləməyir. Biz Əhl-i Beytin sözlərində gərək kitablardan, hədislərdən, fəqihlərin vasitəsilə bizə çatan mənbələrdən qəbul eləyək. Yuxular, mükaşifələr, bu şeylərlə din qurmaq olmaz. Bəli, bəzən Allah yuxuda insana müjdə verir, muştuluq verir. Peyğəmbər sallallahu səhabələrindən soruşurdu ki, müjdə verənlərdən nə xəbər? Soruşdular, ya Rasulullah, müjdə verən nədir? Buyurdu, yuxuları deyirəm. Təzə bir yuxu görmüsünüz ki, muştuluq olsun, müjdə olsun. Bu hətta bundan başqa yuxunun heç bir hüccəti yoxdur. Baxaq müctəhidlərin fiqh elmində, üsul elmində mübahisələrində, elmi müzakirələrinə, dinin əsaslarının harasında var bu şeylər? Qur'anı deyiblər, hədisləri deyiblər, ağlı deyiblər, icmanı deyiblər, qurtardı getdi. 5-ci dəlil yoxumuzdur bizim. Yuxu adında, mükaşifə adında, iddia adında. Ona görə möminlərdən xahişim budur, əziz qardaşlardan və bizi izləyən bütün möminlərdən bu mövzuda inşallah diqqətli olaq. Bu bir. Şiələrin boynunda olan Əhl-i Beytin haqlarından biri buydu ki, Əhl-i Beyt nə qədər sağ idi, aralarındaydı, onun görüşünə getsinlər. Amma qeybət dövrü, imamın qeyb dövrü başlamaqla biz bundan məhrum olduq. İkinci haqlarından buydu ki, imama xüsusi hədiyyə göndərməliydilər. Boyunlarında idi. Bu nə zəkat idi, nə xüms idi, hədiyyə. İmamla silə-i rəhm olaraq imamın qəlbini şad eləmək üçün imama hədiyyə göndərməliydilər. Baxın tarixə, Qumdan, Xorasandan, Bəsrədən, o şəhərdən, bu şəhərdən imamın ziyarətinə gedəndə şiələr yığırdılar. Həm şəri vergilərin, həm öz vaprosların, məktubların, həm də hədiyyələrin yığırdılar, göndərirdilər. Məsum imamlar üçün tarixdə yazıblar. Hansı şəhərdən, hansı imama nə qədər hədiyyə göndərirlər. Bəzən imam qəbul edirdi, bəzən qaytarırdı. Pullar napak olanda, pullar pak olmayanda imam geri qaytarırdı onları hərdən. Biz qeyb dövründə imama birbaşa hədiyyə göndərə bilmirik. Bunu neyniyək? Hədislər buna çarə qılıblar, buyururlar. Bizə hədiyyə göndərmək istəyəndə, mümkünsüz olanda kasıb şiələrimizə çatdırın, fəqir şiələrimizə çatdırın, ehtiyaclı şiələrimizə çatdırın. Onlara verməklə bizə vermiş olursunuz. Təsəvvür edirik. Bu da şiələrin boynunda olan ikinci haqq. Üçüncü haqq ki, imamların öz şiələrinin, öz dostlarının boynundadır. O haqq qəbirlərinin ziyarətidir.
Bu da Əhl-i dostlarının boynunda olan bir vəzifədir ki, bütün məsum imamların ziyarətinə getmək, xüsusən İmam Hüseyn əleyhissalamın ziyarətinə getmək. Əziz qardaşlar, dəyərli möminlər, biz Əhl-i ziyarəti ilə bağlı olan hədislərə baxanda görürük ki, heç bir imamın barəsində, heç bir məsumun barəsində İmam Hüseyn əleyhissalamın ziyarətinə olan təkid yoxdur. Heç bir imamın barəsində gəlməyib. Nə o qədər çox, nə o qədər keyfiyyətdir. Həm kəmiyyət baxımından çoxdur, həm keyfiyyət baxımından çoxdur. Bəli, biz qəbul edirik Peyğəmbərin ziyarəti ən üstün ziyarətdir. Bunda şək yoxdur. Həzrəti Əli əleyhissalamın ziyarəti ən fəzilətli ziyarətdir sonra. Amma sonraki imamların ziyarəti arasında İmam Hüseyn əleyhissalamın ziyarətinə olan təkid qədər heç bir imamın barəsində təkid və israr olunmuyub. Ağır hədislərdir. Hədislərin ifadə tərzi, hədislərin danışıq tərzi o qədər ağırdır ki, hətta qədim alimlər o hədislərlə İmam Hüseyn əleyhissalamın ziyarətinə vacib fətvası verirdilər. İndiki alimlərimiz, indiki məracinin hamısının fətvası təkidli müstəhəbdir. Adi müstəhəb yox, təkidli müstəhəb. Müqəllidlər də o fətvalara əməl edirlər. Amma bunu demək istəyirəm ki, biz məqam həddində, əməl məqamında o fətvalara əməl edəcək. Bunda şək şübhə yoxdur. Amma o hədislərin ağırlığı o qədər idi ki, hətta qədim alimlər ya vacib deyirdilər, bəziləri deyirlər ki, mən necə müstəhəb deyim, qalırdılar. Çünki ağırdır, hədislərin ifadə tərzi ağırdır. Qərara gəldim, o hədislərdən bəzilərin seçərək möminlərin bu günlərin xidmətinə, huzuruna çatdırım. Təbii ki, seçərək, onların hamısını oxusaq, mütaliəsi elə üzdən oxumaq o hədisi 2-3 saatdır. İndi gəlib onun mənbərdə danışmağı neçə saat edir, Allah bilir. Ona görə seçmişəm bəzilərini ki, imkan daxilində bu günləri möminlərin xidmətinə çatdıraq. İmam Hüseyn əleyhissalamın ziyarəti barəsində Əhl-i buyurur ki, yerdə göydə olan bütün peyğəmbərlər İmam Hüseyn əleyhissalamın ziyarətinə gedir. Hamısı. Allahın yanında olan bütün peyğəmbərlər hamısı Allahdan İmam Hüseynin ziyarəti üçün icazə istəyir. Möminlər ərbəyin qabağıdır, bəzilər yol istədi, onlar xüsusən diqqətlə qulaq assınlar. Allah inşallah onların ziyarətlərini qəbul eləsin və ziyarət arzusunda olan hamıya da dəfələrlə ömrünün axırınaca nəsib eləsin inşallah. Əhl-i buyurur ki, bütün peyğəmbərlər Allahdan İmam Hüseyn əleyhissalamı ziyarəti üçün icazə istəyir. Bir qrup nazil olur, ziyarət eləyir, qayıdır, o birisi qrup gəlir, təzədən ziyarət eləyir. Bu cür peyğəmbərlərin İmam Hüseyn əleyhissalamı ziyarəti davam eləyir. Peyğəmbərlərin ruhundan söhbət gedir təbii ki. Bərzəx bədənindən söhbət gedir təbii ki. Bütün peyğəmbərlər. Dünənləri oxuduq, işarə elədik. Bütün mələklər aralarında hətta Allahın əzəmətli mələkləri, Həzrəti Cəbrail, Həzrəti İsrafil, bunlar İmam Hüseyn əleyhissalamın ziyarətinə gəlirlər. Nə görüblər İmam Hüseyn əleyhissalamın ziyarətində? Allahın bu nurani məxluqları, Allahın bu əzəmətli məxluqları, günahsız məxluqları ki, bu qədər təkidlə, bu qədər israrla İmam Hüseyn əleyhissalamın ziyarətinə gəlmək istəyirlər. İmam Sadiq əleyhissalam bir nəfərə dedi, cəddim Hüseynin qəbrinin ziyarətini tərk eləmə. Sonraki sözə baxın, çox mühümdür. Cəddim Hüseynin ziyarətini tərk eləmə. İstəmirsən ki, babam peyğəmbər, atam əmirəl-müminin, anam Fatimə səni dua eləsin. Əgər istəyirsənsə İmam Hüseyn əleyhissalamın ziyarətinə get. Möminlər bir-birinə deyirlər ki, mən üçün dua elə, filan problemim var, filan müşkülüm var, filan borcum var, filan xəstəm var. Əgər istəyirəm Həzrəti Əli əleyhissalam mən üçün dua eləsin, özümü çatdırım Hüseyn ibn Əlinin qəbrinə.
Xanım Fatimə Zəhra mən üçün dua eləsin, özümü çatdırım İmam Hüseyn əleyhissalamın qəbrinə. Xanım Fatimənin duası ilə Allah arasında hicab yoxdur ki. Allah arasında fasilə yoxdur ki. Həzrəti Əli əleyhissalam bir nəfər üçün dua eləsə, onun dünyası da düzələr, axirəti də düzələr. Onun həll olmayan problemi qalmaz ki. Nə qədər mühümdür. İmam Hüseyn əleyhissalamın zəvvarları barəsində hədislər buyurur, qiyamət günü insanlar hesab kitab verəndə onlar behişdə Əhl-i Beyt əleyhissalamdan bir yerdə olacaqlar. Cəmaət məhşər səhnəsində hesab verirlər. Qiyamətin o ağır mərhələlərində, hesab mərhələsində İmam Hüseyn əleyhissalamın zəvvarları Peyğəmbərlə Əhl-i Beytlə behişdədirlər. İmam Hüseyn əleyhissalamın ya hamısı hədisdir ya. Hədisin əvvəlində imamların adını demirəm ki, çatım əksəriyyətini oxuya bilim. İmam Sadiq əleyhissalam buyurur, Hüseyn ibn Əlinin ziyarəti ömrü uzadır. İstəyirik ömrümüz uzalsın, bərəkətli olsun. İmam Hüseyn ağanın ziyarətinə gedək. Sonra nə edir? Ruzunu çoxaldır. Aha, aktual mövzu, hamının şikayətləndiyi mövzu, bərəkətin azaldığı mövzu, çətinliklərin, borcların, xərclərin əksər insanların həyatına daxil olduğu bir dənə dövrdə çarə istəyirik, çarəni Əhl-i Beyt əleyhissalam təqdim eləyib. Özünü çatdır Hüseyn ibn Əlinin qəbrinə. Pulum yoxdur, nə edeyim? Əhl-i Beyt buyurur, borc elə, ged İmam Hüseyn ağanın ziyarətinə. Borcla? Bəli, borcla. Kim ödəyəcək bunu? İmam Sadiq ağa buyurur, bu borc Allahın borcudur, bu borc sən borcun deyil. Bu borcu Allah özü ödəyəcək. Ödəməsə ondan sonra deyərsən ki, Allah, mən aldım, sənin höccətlər və etimad elədim, getdi, borc qaldı mənim boynumda. Təcrübə ilə, dəfələrlə görmüşük, özümüzdə və başqalarında o borcu Allah elə ödəyir ki, insan xəbəri olmur. Ziyarət üçün alınan borc. Adi cəmaatın dilində söz var ki, borcla ziyarətə getməzlər. Əhl-i Beyt əleyhissalam buyurur, borc elə, get cəddim Hüseynin ziyarətinə. Onu da bu birisi borclarından ayır, onu Allah özü ödəyəcək. Əhl-i Beyt əleyhissalam buyurur, imkanlı möminlərin boynundadır, ildə 2 dəfə İmam Hüseyn ağanın ziyarətinə getsinlər. 2 dəfə. Kasıblar ildə 1 dəfə, varlılar 2 dəfə. Əgər mümkün olmasa, çətinlik olsa, 4 ildən 1 deyiblər. Ən azı 4 ildən 1. Biz onsuz da 50 dənə yerə pul xərcləyirik. Lazım olan yerlərə pul tapırıq, borc alırıq, kreditə düşürük, çətinliyə salırıq özümüzü. Bu bizim həm dünyamızdır, həm dinimizdir, həm axirətimizdir. Bərəkəti dünyamızı da bürüyəcək, axirətimizi də bürüyəcək. Əhl-i Beyt əleyhissalam buyurur, əgər səhlənkarlıq üzündən İmam Hüseyn əleyhissalamın ziyarətinə getməsən, Peyğəmbər salavatullahın, Həzrəti Əlinin, xanım Fatimənin üzünə ağ qolunsan. O ki, dillərə ağ valideyn. İnsan var, gəlir atasının, anasının üzünə ağ olsun, onları incitsin. Bir də var, gəlsin Peyğəmbəri və Əhl-i Beyti incitsin. Niyə? Səhlənkarlıq üzündən heç bir səbəb yoxdur, heç bir üzür yoxdur. Canı salamatdır, imkanı var, yol açıqdır. İmam Hüseyn əleyhissalamın ziyarətinə getmir. Bizim ata-babalarımız Sovet dövründə neçə illər, 70 il bu həsrətlə yaşadılar. Başqa şəhərlərdən çətinliklə bir dənə Kərbəla türbəti onlara gəlib çatanda mən eşitmişəm, böyüklərdən eşitmişəm. Kənd yığışırdılar, o türbəti ziyarət edirdilər. Ki bu türbət İmam Hüseyn ağanın şəhərindən gəlib, Kərbəladan çatıb. Amma əlhəmdülillah, indi yollar açıq, imkanlar təxminən hamının getmək imkanı var, ya biraz zəhmət çəksə gedə bilər. Çalışaq bu fürsətlər əlimizdən çıxmasın. Bir adam səhlənkarlığın ən qatı həddində getməsə necə? Deyir, getmək istəmirəm də. Pulum da var, canım da sağlamdır, yol da açıqdır, getmək istəmirəm. Etinasızdır. Onda necə? Əhl-i Beyt əleyhissalam buyurur, ya cənnətə düşməyəcək, cənnətə düşsə cənnətdə özün qonaq hiss eləyəcək. Bəzi adamların barəsində var,
özlərin cənnətdə qonaq hiss eləyəcəklər. İnşallah bir gün danışarıq o tema haqqında. Birin deyim, biri imamlar buyurublar, əsr namazın üzürsüz səbəbə gecikdirən adam, qəzaya verən adam özün cənnətdə qonaq hiss eləyəcək. Bəzən möminlər istəyirlər axı fəzilətə, xüsusi vaxtlara riayət eləsinlər, zöhrdən əsrə ayrı-ayrı vaxtda qılsınlar. Əsr namazı qəzaya getsə, bir dəfədən, iki dəfədən söhbət getmir də, retqə hamısının həyatında ola bilər. Amma davamlı olaraq bu cür olsa, Əhl-i-Beyt buyurur ki, özün cənnətdə qonaq hiss eləyəcək. Onlardan da biri İmam Hüseyn əleyhissalamın ziyarətinə səhlənkarlıq üzündən getməyənlərdilər. Əgər getməsələr, özlərinin cənnətdə qonaq hiss eləyəcəklər. Hədislər buyurur, Quran ayəsinin davamında, Quranda ayə var, Allah Teala qiyaməti tanıtdıranda yevmul həsrət olaraq tanıtdırır. Yevmul həsrə, həsrət günü. İnsanlar həsrət çəkəcəklər dünyada elədikləri üçün və eləmədikləri üçün. İmam Sadıq ağa buyurur, qiyamət günü insanlar Allahın İmam Hüseynin zəvvarlarına qoyduğu hörməti görəndə onda hamısı vuracaqlar əllərini ki, kaş biz də İmam Hüseyn əleyhissalamı ziyarət edərdik. Qiyamətdə ki, Allah İmam Hüseyn ağanın zəvvarlarına hörmət edəcək, xüsusi ehtiram eləyəcək, onları əziz eləyəcək, əziz tutacaq, onda insanlar deyəcək, kaş biz də İmam Hüseyn əleyhissalamı ziyarət edərdik. Bir dənə misalın deyim, Allah nə deyəcək İmam Hüseyn ağanın zəvvarlarına? Deyəcək, bax qiyamət səhnəsinə, cəhənnəmə məhkum olan, hökmü verilmiş, kimin əlindən istəyirsən tut, şəfaət elə, mən şəfaəti qəbul edəcəm. Hələ Əhl-i-Beyt əleyhissalamın şəfaəti qalıb ha. İmam Hüseyn ağanın öz şəfaəti qalıb, xanım Zəhranın şəfaəti qalıb, Peyğəmbərin şəfaəti qalıb. Peyğəmbər sallallahu buyurur ki, mən şəfaətimi axır məqama saxlamışam ümmətim üçün. O şəfaətlər qalıb, İmam Hüseyn ağanın zəvvarları düşəcək qiyamət səhnəsində şəfaət eləməyə. Balaca məqamlardır bunlar, sadə məqamlardılar. Zəvvarın ziyarət müddətində olan müddəti vaxtı ömründən sayılmır. Bəzi əməllər var, insan o əməlləri eləyəndə ömründən sayılmır, ömrü dayanmış sayılır. Onlardan da bir İmam Hüseyn ağanın ziyarətidir. Ziyarət müddəti ömründən sayılmır. Amma təbii ki, ziyarət də ziyarət olsa, ziyarət əgər qaydasında olsa, şəraitində olsa, bu savabların hamısı ən yuxarı həddə zəvvarlara veriləcək. Əziz möminlər, ərbəyin yol üstü olan qardaşlar, bizi izləyən, dinləyən, dəyərli mömin bacılar, İmam Hüseyn ağanın ziyarəti üçün Əhl-i-Beytin buyurduğu budur ki, Əhl-i-Beytə şövq olaraq, məhəbbət üzündən İmam Hüseyn ağanın ziyarətinə gedin. Ziyarətimizə riya, sum'a, riyanı bilirik də nədir? Riya özün göstərmək. Sum'a budur ki, başqaları danışsınlar. Riya budur ki, görsünlər. Sum'a budur ki, danışsınlar. Filankəs ziyarətə getdi, filankəs ziyarətə getdi. Və addıxat səbəbindən olmasın. Bəzi adamlar ildə bir dəfə obska götürürlər. Deyir, mən neynim, bunu hara xərcləyim? Qoy gedim Kərbəlada dincəlim. Yox. Dincəlmək üzündən, istirahət üzündən, ab-ı havamı dəyişim üzündən, riya və sum'a üzündən olmasa bu savabların hamısı Əhl-i-Beyt əleyhissalamın vədə verdiyi kimi hamısı yerində olacaq. Möminlər diqqətli olsunlar. Hərdən inşallah ki, bu cəmdə yoxdular. Ziyarətdə şəkil çəkdirmək, eləmək hamısı yaxşıdır. Biz gedirik qayıdandan sonra baxmaq üçün, izləmək üçün, o xoş günləri, xatirələri yada salmaq üçün şəkil çəkdirmək yaxşıdır. Alimlərimizin də şəkilləri var, böyük alimlərin, müctəhidlərimizin şəkilləri var ziyarətlərdən. Amma bir dənə ziyarətdən 100 dənə şəkil çəkdirərlər. 100 dənə şəkil. Addım görsən ki, bəzən ziyarətimizi şəkilə çəkirik, ziyarətimizi video çəkirik. Bizə deyiblər, özümüz ziyarət eləyək oranı, telefonlarımız ziyarət eləməsin. Bir dənə, iki dənə şəkil oldu, bəs eləyir. Bir iki dənə video oldu, bir iki dənə film çəkdiyi oradan bəs eləyir.
həm ziyarət əlimizdən çıxır, həm fürsət çıxır, həm də riya qarışa bilər bu əməllərə. Ziyarət üçün verilən o vədələrin bir şərti budur ki, riya olmasın. Ona görə ehtiyatlı olaq. Allah inşallah bütün möminlərə bu illərin və ömrünün axırına qədər bütün illərdə İmam Hüseyn əleyhissalamın ziyarətini nəsib eləsin. Yol üstü olan qardaşlarımızın ziyarətlərini qəbul eləsin. Onları sağ-salamat həm Kərbalaya çatmaqda, həm evlərindən qayıtmaqda müvəffəq eləsin inşallah.